Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordunda irəli. İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Xoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın dəyərli qonaqları və 10 intellektualımız. Xoş gördük sizi Azərbaycan gəncliyi. Bu gözəl intellekt qalasında sizləri salamlayıram və buradan sizin vasitənizlə dünyada yaşayan bütün Azərbaycanlıları öz yanımızda görürük və onlara salamlarımızı göndəririk, alqışlarımızı göndəririk. Və bu gözəl intellekt qalasını, bu bilik yuvasını bizim Azərbaycan gənclərinə bəxş etdiyinə görə Azərbaycanın Gənclər və İdman Nazirliyinə minnətdarımızı bildiririk. Onlara salamlarımızı və alqışlarımızı göndəririk. Həmçinin daim bu verilişin yanında olduğuna görə, daim dəstəklədiyinə görə verilişi, özünün xüsusi diqqətini yönəltdiyinə görə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarımızı bildiririk. Təbii Azərbaycanın Təhsil Nazirliyinə dərin minnətdarlığımızı bildiririk. Uğurlar arzuyuruq Azərbaycanın Təhsil Nazirliyinə və Azərbaycanın, təbii Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə minnətdarımızı bildiririk və salamlarımızı göndəririk. Və oyunumuzun şərtləri aydındır sizə. 3 mərhələdən ibarətdir. Birinci mərhələdə ölkəmizin dilbər güşələrinə aid bir sual səsləndirirəm. Vaxt getdi deyirəm. Vaxt getdi, bu sizlərlə işarə deyil. Siz ondan sonra studiyada bir zil səs eşidəcəksiniz. Bax, həmən bu zil səsdən sonra qarşınızdakı o bəyaz düymələrə toxunacaqsınız və kimin cəhdi uğurlu alınsa, o artıq ikinci mərhələyə addımlayır və düzgün cavab verəcəyi halda isə ikinci mərhələnin iştirakçısına çevrilir. İkinci mərhələ deməli onun üçün başlayır. Burada isə 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcək və 2 köməyiniz olacaq. Sonra isə final. Qaliblərimizi isə bax belə gözəl prizlər, yenilənmiş prizlər gözləyir. Ən əsası, ən dəyərlisi
Hər biri dəyərlidir, amma mən Azərbaycanlıyam, intellektual oyununun qalibi. Bu əbədi qalacaq bir xatirədir və təbii bu gözəl netbook. O, bugünkü qalibimizin olacaq. Bura kimi hər şey aydındırsa, mən sizləri yormadan Azərbaycan televiziyasının tamaşaçılarına təqdim eləyirəm. Tanışlıq. Diqqət. İndi isə bugünkü 10 intellektualımızla tanışlıq. Səbuhi Nağdəliyev, Şahin Hacıyev və yarışmamızda yeganə xanım, vaxtilə şagird kimi iştirak edib, indi artıq tələbə kimi iştirak edir, Xəyal Əzizli, Gündüz Şıxəliyev, Məsud Həsənzadə, Qaraxan Göyüşlü, Cavidan Fətihi, Xəyal Xəlilov, Süleyman Cəfərov və İlkin Nağıyev. Hər birinizə uğurlar arzulayıram və sizlərlə ilk seçim turuna başlayıram. Diqqət, seçim turunun ilk sualı. Diqqət. Zəngəzur dağlarından Araz çayı vadisinə qədərki torpaqlarda yaranmış Azərbaycan xanlığı hansıdır? Vaxt getdi. Vaxt getdi və Məsud Həsənzadə. Naxçıvan xanlığı. Naxçıvan xanlığı. Düzdür. Məsud Həsənzadə. Bilik yarışında, intellekt savaşında. Belə, Məsud, yolumuz Naxçıvanla. Təbii, Naxçıvan anlamı çox genişdir, çox böyükdür. Biz amma Naxçıvan şəhərinə ən azı baxaq. Məsud, ilk seçim turunun ilk qalibi kimi təbrik edirəm. Naxçıvana kiçik qiyabi səyahət elədik. İndi tamaşaçılarımız səni tanısınlar. Buyur. Məsud Həsənzadə, 1996-cı ildə Bakıdan olmuşam. Əslən Kəlbəcərliyəm. 2002-ci ildə 196 sayılı məktəbə getmişəm. Bu il bitirmişəm 11-ci. Şərtlərimiz isə aydındır. İndi Məsud üçün izah edirəm, sizlər də qulaq asırsınız. Deməli, bu ikinci mərhələdə 5 mövzu. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Ümumi mövzuda hər bir sahədən sual ola bilər. 2 köməyin olacaq. Bu 5 mövzudakı 9 suala cavab verəndə 2 köməyin olacaq. Zalda biliyinə, güvəndiyini istənilən intellektualdan kömək götürə bilərsən və kifayət qədər də ciddi intellektuallarımız var zalda. Və 3 sualdan bir mövzunu dəyişməliyik. Bu əsas şərtlərdəndir. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçim. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Məsudla oyunumuzu başlayırıq. Bu, Azərbaycan dilinin qrammatikasına aiddir. Diqqət. Feili sifət tərkibi cümlədə üçün qoşması ilə birlikdə zərfliyin hansı məna növünü ifadə edir? Sual aydındır. Vaxt getməsin, səbəb zərfliyi. Səbəb zərfliyi düzdür. Növbəti sualımız. Tahirə yalnız indi başa düşürdü ki, bu kiçik otağın əsl bəzəyi onların xoşbəxtliyi imiş. Nümunədə verilmiş cümlə budaq cümlənin hansı növündədir? Vaxt getməsin, tamamlıq budaq cümləsi. Aferin, düzdür. Və üçüncü sonuncu sualımızdır. Bundan sonra mövzunu dəyişməliyik. İkinci Dünya müharibəsindən bəhs edən Cəbhə gündəlikləri əsərinin müəllifi kimdir? Və Cəbhə həyatından bir də Odlu Çarpazlar. Yəni, həmin müəllifin bir də Odlu Çarpazlar əsəri də var. Vaxt getdi. Çox tanınmış, sevimli bir yazıçımızdır. 60-cı illərdə Azərbaycan ədəbiyyatında təlatüm yaratmış bir yazıçıdır.
Kömək götürmək istəyirəm. Kömək götürürük. Buyur. Buyur, gəl, irəli. Şəhriyar Bəhmənov Azərbaycan Dövlət Pedaqoji Universiteti. Məncə bu İsmail Şıxlıdır. İsmail Şıxlı, dedi Şəhriyar. Qəbul edirik. Qəbul eləyirik. Və bu müəllifin çox böyük əzəmətli əsəri Dəli Kür Azərbaycan ədəbiyyatında böyük təlatüm yaratdı, yeni bir cığır açdı və bir də rast gəlsə Ölən Dünyam adlı çox gözəl əsəri var. Sonra Namus Qaçağı, Ölüləri qəbristanlıqda bastıran çox əzəmətli əsərlərdir. Alqışlayırıq hər ikinizi Şəhriyar başlarına. Düzdür. İsmail Şıxlı. Belə, biz mövzunu yekunlaşdırdıq. Buyur. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Məsudla oyunumuzu davam etdiririk. Bakı Novorosiysk neft kəməri Respublikamızın hansı iqtisadi coğrafi rayonlarından keçir? Vaxt getməsin. Abşeron qapısından bir də Quba Xaçmaz. Afərin, düzdür. Abşeron və Quba Xaçmaz. Diqqət. Böyük və kiçik alagöllər harada yerləşir? Vaxt getməsin Qarabağ vulkanik ərazisində. Alqışlar, düzdür. Növbəti sualımız, sonuncu sualımız bu mövzuda. Diqqət. Murovdağ silsiləsindən başlanan bu çayın uzunluğu 186 kilometrdir. 1805-ci ilin may ayında bu çayın sahilində eyni adlı müqavilə də imzalanmışdır. Bu hansı çaydır, hansı müqavilədir? Vaxt getməsin Kürək çay. Alqışlar, düzdür. Və Məsud, iki köməyimiz elə ehtiyatdadır. Darıxmırsan sonuncu mövzuya. Yəni, istədiyin mövzunu artıq götürə bilərsən. Mən elə gəlir. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Məsudla məmnuniyyətlə oyunumuzu davam etdiririk. Səfəvi şahı 1-ci Təhmasibin dövründə buraxılmış 20 dinara bərabər xırda gümüş sikkə necə adlanırdı? Vaxt getməsin Bisti. Ona da getməsin vaxt. Alqışlar, düzdür. Bisti. Bisti, yəni bisti, farsça İran 20, vist, bist. Yəni o fars tərkibi sözdür. Düzdür. 1483-cü ildə Yaqub Padşahın razılığı ilə Şirvana və Dağıstana yürüş edən Qızılbaş hakimi kim idi? Vaxt getdi. Yaqub Padşahın razılığı ilə. Şeyx Heydər. Şeyx Heydər, düzdür. Afərin. Amma biraz fikirləşdim, mən qorxdum biraz. Diqqət. 1194-cü ildə Gürcülərlə birləşərək Gəncə şəhərinə hücum edən Atabəylər dövlətinin nümayəndəsi kim idi? Vaxt getdi. Darıxmırsan, hələ bir köməyim var və sonuncu sualdayıq. Köməkdən istifadə etmək istəyirəm. Köməkdən istifadə edirik, buyur. Gəl. Buyur. Azərbaycan Dövlət İqtisadi Universiteti 2-ci kurs Vüsal Salayev. Mənim fikrimcə bu Əmir Əl Ömər. Aha. Vüsal belə bir variant səsləndirdi. Əmir Ömər dedi. Əmir Əl Ömər dedi. Qəbul edirəm. Qəbul edirik və Əmir Əl Ömər, Əmiran Ömər düzdür. Alqışlarla yola salırıq və finaldasan. Beləcə maraqlı, beləcə cəsarətli oyun arzulayıram. Alqışlarla yola salırıq. Məsudu. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Azərbaycanda qara metallurgiya sənayesinin 3 əsas mərkəzlərindən ikisi Bakı və Daşkəsəndir. Bəs üçüncü hansı şəhərdir? Hansı şəhər sayılır? Vaxt getdi. Vaxt getdi və Cavidan, buyur. Mənim fikrimcə bu Sumqayıt şəhəridir.
Cavidan Fətihi Sumqayıtı dedi və sualı fəth elədi. Belə, Cavidan, təbrik edirəm, yolumuz Sumqayıtdandır. Baxaq Sumqayıta. Sumqayıta kiçik qiyab səyahət elədik. Yeni tamaşaçılar səni daha yaxından tanısınlar. Mən Cavidan Fətihi 1994-cü ildə Yevlax şəhərində anadan olmuşam. Təhsilimi Mingəçevir Özəl Türk Liseyində başa vurmuşam. Elə 2011-ci ildə də Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuşam. Hal-hazırda 3-cü kursda təhsilimi davam etdirirəm. Burada da özümü sınamaq üçün gəlmişəm. İnşallah yaxşı olur. Düz eləmsən, yəni onsuz da Milli Aviasiya Akademiyasının uşaqları da burada iştirak ediblər. Çox parlaq oyuncular olub. Bu zalda da görürəm, maraqlı oyuncular olub. Və sınaqlar hələ çox olacaq qarşıda inşallah. Və bu da bir intellekt sınağıdır. Uğurlar arzulayıram bütün sınaqlarda, bütün başlanğıclarında. Cavidan, şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişəcək və 2 əməyin olacaq. Buyur. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Mən tarix və etnografiya ilə başlamaq istəyirəm. Tarix və etnografiya mövzusu ilə biz Cavidanla oyunumuzu başlayırıq. 1467-ci ildə baş vermiş Muş döyüşündə hansı hökmdar qalib gəldi? Vaxt getsinmi? Getdi. Vaxt saxlayaq. Mənim fikrimcə bu Uzun Həsən idi. Uzun Həsən. Burası Muşdur, yolu yoxuşdur. Uzun Həsən, düzdür. Diqqət, 19-cu əsrin əvvəllərində mövcud olmuş bu torpaq mülkiyyəti forması mülkün bir növü hesab olunurdu. Bəylərə məxsus olan və onların tam xüsusi mülkiyyətində olan bu torpaq mülkiyyəti forması hansı idi? Vaxt getdi. 19-cu əsrin əvvəllərində bəylərə məxsus olan mülkiyyət. Mülki xalisə, məncə cavab budur. Mülki xalisə. Əslində xalisə də deyirlər. Düzdür. Belə, Cavidan, 3-cü, sonuncu sualdayıq. Bundan sonra mövzunu dəyişməliyik. Diqqət. Ağqoyunlu bəyliyinin əsasını kim qoymuşdur? Vaxt getdi. Ağqoyunlu bəyliyinin əsasını kim qoymuşdur? Mən kömək haqqından istifadə eləmək istəyirəm. Buyur, seç 2 nəfər öz köməyini təklif edir, 3 nəfər. Buyur, gəl. Şəhriyar Bəhmənov, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Məncə cavab Qarayoluq Osman bəydir. Qarayoluq Osman bəy. Mən qəbul eləyirəm. Qəbul edirik. Mütəbii, Şəhriyar bizim sınanmış intellektualımızdır və parlaq oyuncularımızdan biri olub. Alqışlarını yola salırıq, düzdür. Qarayoluq Osman bəy, düzdür. Cavidan, mövzunu dəyişməliyik. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Cavidanla oyunumuzu davam etdiririk. Hamı, hər kəs, hər nə, heç kim, nəsə sözləri əvəzliyin hansı məna növünə aiddir? Vaxt getdi.
Vaxt saxlayırıq. Vaxtı saxladıq. Məncə bu qeyri-müəyyənlikdir. Qeyri-müəyyən əvəzliklər düzdür. Həyəcan var. Başa düşürəm, əlbəttə həyəcan var. Diqqət. Nəğmə uçur, əl çalınır, gözlər gülür səadətlə. Bu Süleyman Rüstəmin şeirindəndir. Bu cümlə tabesiz mürəkkəb cümlənin hansı növündədir? Sual aydındır. Vaxt getdi. Kömək haqqımdan istifadə edirəm. Kömək götürürük. Buyur. Buyur, bax. Seç üstün. Gəlin, zəhmət olması, gəlin. Yusifova Səmar, Bakı Slavyan Universiteti Tərcümə Fakültəsi. Məncə bu zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Bax, Səma xanım belə bir variant qəbul səsləndirdi. Slavyan Universitetindən də çox parlaq, sınanmış və sığortalanmış cavabları olan tələbələr gəlirlər həmişə. Qəbul edirik. Bəli, qəbul edirik. Və alqışlar Səma xanıma, düzdür. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə. Diqqət. Belə. 1968-ci ildə çap olunmuş Səməd Vurğun monoqrafiyasının müəllifi kimdir? Yəni, adeta monoqrafiyalar nadir hallarda tarixə düşürlər. Yəni, bunu yazan və kimin haqqında yazılıb və necə yazılıb ona görə bu görükür. Xüsusi diqqət cəlb edir. Buyur. 1968-ci ildə çap olunmuş Səməd Vurğun monoqrafiyasının müəllifi kimdir? Vaxt getdi. İlyas Əfəndiyev deyirəm. İlyas Əfəndiyev. Amma indi daha təəssüf deməliyəm. Bilirsən niyə? Söhbət şairdən gedir, Səməd Vurğundan. Yəqin ki, bunun haqqında da şair yazar. Söhbət Bəxtiyar Vahabzadədən gedirdi. Bəxtiyar Vahabzadə. Təəssüf, eyb yoxdur Cavidan, olur. Mən başa düşürəm. Yəni, 3-cü kurs artıq kifayət qədər orta məktəb biliklərindən aralanmışsan. Bəzi şeylər yaddan çıxır, amma bu sənin intellektual olmadığın anlamına gəlməz. Alqışlarla yola salırıq Cavidanı. Sizlərin isə növbəti seçim turuna başlayırıq. 10-cu əsrin ortalarında Bərdənin süqutundan sonra Aranın baş şəhərinə çevrilən şəhərimiz hansıdır? Vaxt getdi. Vaxt getdi və Qaraxan Göyüşlü. Fikrimcə bu Gəncə şəhərdir. Gəncə tamamilə doğrudur. Qaraxan Göyüşlü. Bilik yarışında, intellekt savaşında. Belə, Gəncəyə kiçik qiyabı səyahət eləyək. Orada hər səyahət gözəldir, hətta havası belə dəysə insana. Baxaq Gəncəyə. Belə, Qaraxan. İndi tamaşaçılarımız səni tanısınlar, buyur. Göyüşlü Qaraxan 1994-cü ildə Oğuz Zayan Xaçmaz kəndində anadan olmuşam. 2000-ci ildə Vüqar İbrahimov adına Xaçmaz kənd 2 saylı orta məktəbə daxil olmuşam. 2012-ci ildə həmən məktəbin məzunu olmuşam və Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsində təhsilimi davam etdirirəm. Oğuz rayonu Xaçmaz kəndi. Aha. Mənim xatırımda da Oğuz rayonundan bir oyuncu gəlmişdi. Yadda saxlayın. Yəni Xaçmaz kəndi var Oğuzda. Yadda saxlayın. Belə, gələcək suallarda lazım olacaq. Belə, şərtlərimiz aydındır, Qaraxan. 5 mövzuda 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 mühüm var. Mövzularımız ise dil ve edebiyat, tarih ve etnografiya, medeniyet ve incəsənət, coğrafiya və ümumi mövzu. Dil və edebiyat. Dil və edebiyat mövzusuyla biz Qaraxanla oyunumuzu başlayırıq. Əvvəl, qabaq, sonra, bəri sözləri qoşmanın hansı məna növünə aiddir? Vaxt getdi. Vaxt dayansın. Vaxt dayansın.
Məncə zaman müəllim. Zaman düzdür. Növbəti sualımız. Doğdu gül üzlü səhər, işıqlandı üfüqlər. Nümunə tabesiz mürəkkəb cümlənin hansı növündədir? Vaxt getdi. Tabesiz mürəkkəb cümlənin hansı növündədir? Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə düzdür. Yəni gül üzlü səhər doğulduğuna görə üfüqlər işıqlandı. Diqqət. Bu janrın qafiyələnməsi qəzəldə olduğu kimidir. Əsasən ictimai məzmun daşıyan beytlərin sayı 15-dən 200-ə qədər olan mərsiyə və həzf kimi növləri olan bu janr hansıdır? Sual aydındır. Vaxt getdi. Qəsidə. Qəsidə. Dedik, diyandıq, düzdür. Qəsidə. Belə, mövzunu dəyişməliyik Qaraxan. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Qaraxanla oyunumuzu davam etdiririk. 100 il ərzində Qaraqoyunlu və Ağqoyunlu padşahlarının heç biri Rüstəm padşah qədər soyurqal paylamamışdı. Bu sözlərin müəllifi olan 16-cı əsr tarixçisi kimdir? Vaxt getdi. Kömək götürürük. Kömək götürürük. Buyur. Şəhriyar Bəhmanov. Buyur siz. Şəhriyar ya. Ha. Şəhriyar Bəhmanov Azərbaycan Dövlət Pedaqoji Universiteti. Məncə bu Həsən bəy Rumludur. Həsən bəy Rumlu deyir. Qəbul edirik bunu 16-cı əsr tarixçisi kimi. Qəbul edək. Qəbul edək. Etdik. Düzdür. Həsən bəy Rumlu. Qaraxan, daha diqqətli oynamasan bundan sonra. 17-ci əsrdə Səfəvilər dövlətində mövcud olmuş bu vergi növü əsasən hakim sülalənin üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə göndərilmiş hədiyyə idi. Bu vergi növü necə adlanırdı? Vaxt getdi. Soyurqal. Təəssüf. 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 Düzgün cavab isə səvari idi. Səvari. Uğurlar arzulayıram, amma biz bilirik ki, Oğuz məktəblilər də çox gözəl oynayıblar. Bu sonuncu sınaq deyil, hələ sınaqlar olacaq, sən özünü göstərəcəksən. Diqqət. Sizlərlə isə növbəti seçim turuna başlayıram. Arxeoloji qazıntılar zamanı ilk dəfə Alban kitabələri burada tapılmışdır. Adı ilk dəfə Övliya Çələbinin səyahətnaməsində çəkilən bu şəhər hansıdır? Vaxt getdi. Vaxt getdi və mikrofonu zəhmət olmasa verin Gündüz Şıxəliyevə. Mənim fikrimcə bu Mingəçevir şəhəridir. Gündüz Şıxəliyev Mingəçevir dedi və bu düzgün cavabdır. Gündüz Şıxəliyev, bilik yarışında, intellekt savaşında. Belə Gündüz, yolumuz Mingəçevirdəndir. Mingəçevir də digər şəhərlərimiz kimi, bölgələrimiz kimi gözəlləşir və əvvəldən də gözəl idi, baxaq.
Mingəçevirə kiçik qiyabi səyahət elədik. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Buyur. Mən Şıxəliyev Gündüz 1992-ci ildə Cəbrayıl rayonunda anadan olmuşam. Hal-hazırda Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin 4-cü kurs tələbəsiyəm. Gözəl rayonumuzdur. İnşallah tezliklə məhz Cəbrayılda da, Zəngiləndə də, digər rayonlarımızda da bu Azərbaycanın digər bölgələrində olan abadlıq işləri gedəcək. Tezliklə olacaq bu. İnşallah. Və gündüz şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 3 sualdan bir mövzunu dəyişəcək və 2 müəyyən var. Mövzularımız dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Tarix və etnografiyadan başlayırıq. Tarix və etnografiya mövzusu ilə biz gündüzlə oyunumuzu başlayırıq. 1870-ci il 14 may kəndli islahatı hansı kəndli təbəqəsinə aid edilirdi? Vaxt getdi. Sahibkar kəndlilərinə. Sahibkar kəndlilərə, düzdür. Belə diqqət. 1883-cü ildə yaradılmış və Yelizavetpol quberniyasının tərkibinə daxil edilmiş qəzalar hansılar idi? Vaxt getdi. Vaxt saxlayaq. Vaxtsa Yelizavetpol bilirsən də? Gəncə. Cəbrayıl və Cavanşir qəzaları. Cəbrayıl və Cavanşir qəzaları, düzdür. Afərin. Diqqət. 1405-ci ilin yayında baş vermiş Kür sahili döyüşdə Şirvanşah 1-ci İbrahimin məğlub etdiyi Teymuri hökmdarı kim idi? Vaxt getdim. Köməkdən istifadə edək. Köməkdən istifadə edirik. Buyur. Seç. Gəlsin. Gəlin. Vüsal Salayev, Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci kurs. Mən fikrimcə bu Teymuri Ömər Mirzə. Vüsal Salayev, Teymuri Ömər Mirzə dedi. Qəbul edirik. Edək. Alqışlar hər ikinizə, bəli, Vüsala da. Sağ ol, sağ ol. Belə gündüz mövzunu dəyişməliyik. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz gündüzlə oyunumuzu davam etdiririk. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr hansılardır? Vaxt getdi. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr. Tabesizlik bağlayıcıları intonasiya. Düzdür, düzdür. Növbəti sualımız. Gül açıldı, duman çəkildi, səhər açıldı cümlələrində feillər feilin hansı qrammatik məna növündədir? Vaxt getdi. Qayıdış. Qayıdış, düzdür. Növbəti sonuncu sualımızdır. Bundan sonra mövzunu dəyişməliyik. İnsanlara aid müxtəlif xüsusiyyətlərin, heyvanlar, quşlar, ağaclar, təbiət hadisələri surətində verilməsi necə adlanır? Vaxt, yəni bu əsərlərə necə əsərlər deyirlər? Vaxt getdi. Hiss edirəm, bilirsən. Bilirəm, iki variant arasında qalmışam.
Vaxt saxlayaq. Vaxt saxladıq. Mənim fikrimcə bu allegoriyadır. Allegoriya, düzdür. Belə gündüz dil və ədəbiyyat mövzusunda yekunlaşdırdıq. Mövzunu dəyişməliyik. Buyur. Ümumi mövzuda davam edirik. Ümumi mövzu. Ümumi mövzu. Ümumi mövzuda biz gündüzlə oyunumuzu davam etdiririk. Molla Nəsrəddin jurnalının çox hissəsi, yəni jurnalların sayına görə, hansı şəhərdə çap olunmuşdur? Vaxt getdi. Bunun üçün təbii Molla Nəsrəddin jurnalının tarixini biraz bilmək lazımdır. Bakı şəhərində. Bakı, düzdür. Düzdür. Yəni bu Tiflisdə çap olunmağa başladı. Oldu. Orada da biraz çox oldu. Sonra gəldi Bakıya köçdü. Düzdür. Diqqət. Azərbaycanda son dövrdə kəşf edilən və Respublikamıza təbii qaz ixrac etmək imkanı verən ən böyük təbii qaz yatağı hansıdır? Vaxt getdi. Köməkdən istifadə eləyəkdənsə yadıma düşür. Köməkdən istifadə eləyirik. Köməkdən istifadə eləyirik. Buyur. Vüsal Salayev, Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci kurs. Mənim fikrimcə bu Şahdəniz. Vüsal Salayev. Şahdəniz. Şahdəniz qaz yatağı dedi. Dedi, qəbul etdik. Qəbul edin. Alışlar, düzdür. Düzdür. Diqqət. 2004-cü il Afina Yay Olimpiya oyunlarında idmançılarımız boks idman növü üzrə hansı medala layiq görülmüşlər? 2004-cü il Afina boks. Vaxt getdi. Bürünc. Bürünc. Bu sualdır yoxsa cavabdır? Cavabdır. Cavabdır, düzdür, bürünc. Və bu bürünc medal cavabı səni finala apardı. Finaldasan, finalda uğur arzulayıram. Çünki finalda rəqibin çox güclüdür. Arzulayıram. Başa-baş mübarizə aparacaqsınız, inanıram. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. 1551-ci ildə Şah Təhmasib bu ərazini ələ keçirdikdən sonra Vahid Azərbaycan dövlətinin yaradılması prosesi başa çatdı. Bu hansı şəhər idi? Vaxt getdi. Vaxt getdi və Xəyal Xəlilov. Mikrofonu verin Xəyala. Mənim fikrimcə Şəki şəhəridir. Şəki? Bəli. Tamamilə doğrudur, bəli. Xəyal Xəlilov. Bilik yarışında, intellekt savaşında. Belə Xəyal, yolumuz Şəkidəndir. Şəki çox maraqlı, çox gözəl, sevilən torpaqlarımızdır. Təbiəti ilə, insanları ilə baxaq. Belə, Xəyal. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar, buyur. Mən Xəlilov Xəyal, 1994-cü ildə Şamaxı şəhərində anadan olmuşam. Şamaxı. 2012-ci ildə Bakı şəhəri Xəzər rayonu 322 saylı məktəb bitirmişəm. Həmin ildə İqtisad Universiteti İnformatika İdarə Etmə Fakültəsinə daxil olmuşam. Hal-hazırda 2-ci kurs tələbəsiyəm. 2-ci kursdasın. Uğurlar arzulayıram bütün başlanğıclarında, təhsilində və gələcək işlərində. Belə Xəyal,
Bu mərhələ üçün şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin var. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçim? İlk olaraq coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz xəyalla oyunumuzu başlayırıq. Azərbaycanın hansı təbii vilayətlərində filiz mənşəli faydalı qazıntılar yoxdur? Vaxt getdi. Filiz mənşəli faydalı qazıntılar. Lənkəran və Kür-Çökəkliyi vilayəti. Lənkəran və Kür-Çökəkliyi təbii vilayətləri düzdür. Diqqət. Respublikamızın ərazisində olan hansı torpaqlarda humusun miqdarı 10-12% təşkil edir? Vaxt getdi. Qara torpaqlar. Qara torpaqlar düzdür. Diqqət. Zəngilan rayonu ərazisində yerləşən bu qoruq, yerləşdiyi dərənin adına uyğun adlandırılmışdır. Ərazisində mülayim isti iqlimin hakim olduğu və Respublikamızda qoruqların ən kiçiyi olan bu qoruq hansıdır? Vaxt getməsin. Getməsin? Bəsitçay qoruğu. Bəsitçay qoruğu düzdür. Belə, coğrafiya mövzusunu qəhrəmancasına dəf etdik. İndi mövzunu dəyişməliyik, buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz xəyalla oyunumuzu davam etdiririk. Cəlairi hökmdarı Sultan Əhməd Qara Yusifin başçılığı ilə Qaraqoyunlular, həmçinin Teymuri əmirləri bu şəhəri tutmaq üçün 1387-1392-ci illərdə 17 dəfə hücum təşkil etmişdilər. Bu hansı şəhər idi? Vaxt getməsin. Vaxt getməsin. Təbriz şəhəri. Təbriz, düzdür. Növbəti sualımız, diqqət. Vahid pul sistemi yaradıldı. Çəki və ölçü vahidləri sabitləşdirildi. Bu tədbirlər Qazan xanın hansı islahatının əsasını təşkil edirdi? Vaxt getdi. Zalın köməyindən istifadə edir. Zalın köməyindən. Buyur. Siz xanım öz köməyini təklif edib. Buyur. Gəlin. İlyas Əfəndiyev adına Eltar Gimnaziyanın 11-ci sinif şəkildir. Əlizadə Zakir. Mənim fikrimcə bu ticarət sahəsində islahatlar idi. Ticarət sahəsində islahatlar. Bax, Əlizadə Zakir belə bir variant səsləndirdi. Bunu qəbul edirik? Edirik. Edirik. Bəli. Alqışlar, düzdür, düzdür. Diqqət. Əmir Teymurun 1392-ci ildə Azərbaycana hücumu zamanı ona tabe olan Şəki hakimi kim idi? Vaxt getdi. Köməkdən istifadə edirəm yenə. Köməkdən istifadə edirik. Buyur, gəlin irəli. İlyas Əfəndiyev adına Eltar Gimnaziyanın 11-ci sinif şagirdi Əlizadə Zakir. Mənim fikrimcə bu Seyid Əlidir. Seyid Əli. Seyid Əli. Belə bir variant səsləndir. Qəbul edir, yada düşdü. Alqışlar Zakirə, düzdür. Düzdür.
Belə xəyal, vəziyyət o qədər dürəyəsən deyil. Bütöv bir mövzu irəlidədir və köməyin yoxdur. Bundan sonra yəni öz yaddaşına, intellektinə, biliyinə güvənməlisən. Mövzu seçimi, buyur. Ümumi mövzu. Ümumi mövzu ilə biz xəyalla oyunumuzu davam etdiririk. Paxlavanın şirəli olması üçün ona nə əlavə olunur? Vaxt getdi. Vaxtı dayandırıq. Vaxtı dayandırıq. Vaxt dayandırırıq. Şərbət. Şərbət? Bəli. Düzdür. Düzdür. Şərbət. Diqqət. Ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı sənəti təsviri incəsənətin sahələrindən biridir. Nəfis məktub incəsənəti də adlandırılan və digər adı kaligrafiya olan bu sənət hansıdır? Vaxt getdi. Mənim fikrimcə xəttatlıq. Xəttatlıq? Bəli. Düzdür, düzdür. Belə xəyal. Diqqət. Gün keçdi filminin rejissoru kimdir? Vaxt getdi. Variantım yoxdur. Variant yoxdur. Amma bu böyük, çox həzin ürəyi olan, özü də şeir kimi bir insan olan rejissorumuzdur. Mən çox təəssüflə, ürək ağrısıyla deyirəm ki, mədəniyyət, kino, teatr sahəsindəki suallara ən qədim dövrdən tutmuş indiyə kimi olan suallarda indiki müasir gəncliyimiz biraz axsıyır. Bu tanınmış həm də Uşaqlığın Son Gecəsi filminin rejissorudur. Çox filmləri var. Bizi bağışlayın. Çox maraqlı filmləri var. Arif Babayevdir. Çox böyük rejissorumuz, böyük şəxsiyyət, böyük insan Arif Babayev. Onun filmiydi. Eyb yoxdur. İndi bunu bilmiş olduq. İnşallah hələ sınaqlar irəlidə var. Alqışlarla yola salırıq. Və biz indi finalçılarımızla oyunumuzu davam etdiririk. Final. Beləliklə, biz finaldayıq. Finala 2 intellektualımız çıxıb. Hər ikisinə uğurlar arzuyuruq. Və elə bilirəm, hər ikisi ciddi intellektuallarımızdır. Şərtlərimiz sizə seçim turunda olduğu kimidir. Sualı səsləndirirəm, vaxt getdi deyirəm və zil səsi gözləyirsiniz, sonra qarşınızdakı bəyaz düyməyə toxunursunuz. Kimin cəhdi uğurlu alınsa, birinci o cavab verəcək və o düzgün cavab verəcəyi halda artıq oyun yekunlaşmış sayılır və dərhal qalib elan olunur. Digər intellektualımızın bir şansı qalır ki, düymədə onu qabaqlayan rəqib yanlış cavab versin və buna təbii heç birinizə arzulamıram. Finalçılarımızsa Gündüz Şıxəliyev və Məsud Həsənzadə. Hər ikinizə uğurlar arzulayıram. Diqqət! O, 1938-ci ildə Salyan rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və Kino Aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət Radiosunda diktorda işləmişdir. Suala diqqətlə qulaq asırsınız. 1962-72-ci illərdə Azərbaycan Akademik Milli Dram Teatrında çalışmışdır. Kinoda çəkildiyi çox saylı rollar onun yaradıcılığında xüsusi yer tutur. O, Böyük Dayaq filmində Qaraj, Gün keçdi
filmində Oktay, Axırıncı Aşırım filmində Abbas Qulubəy və bu rolə görə Tiflis festivalında ən yaxşı kişi rolunun ifasına görə birinci prizi almışdı. Adil İskəndərovla bir yerdə. İstintaq filmində Murad, Alma Almaya Bənzər filmində Qurban, bu onun yəni ikinci komediya filmi idi. Bir də Arşın Malalan filmində də çəkilmişdi komediya. Diqqət! Azərbaycan Respublikasının xalq artisti olmuş bu aktyorumuz, bu möhtəşəm böyük aktyorumuz kimdir? Vaxt getdi. Belə, Gündüz qabaqlayıb düymədə. Buyur Gündüz. Həsən Məmmədov. Həsən Məmmədov, dedin. Məsud, sənin heç bir variantın yox idi, yoxsa ümumiyyətlə heç bir variant yox idi? Beləliklə, Gün Keçdi filmində Oktay, Axırıncı Aşırım filmində Abbas Qulubəy. Çox möhtəşəm ifalardır bunlar. Yeddi oğul istərəm filmində Bəxtiyar rolünün ifaçısı və kinoya çəkildiyi ilk filmdə ilk rolü Qaraş roldur. Böyük Ələsgər Ələkbərovla tərəf müqabil olmuş və Azərbaycan kinosuna öz möhtəşəm damğasını vurmuş aktyorumuz Həsən Məmmədov. Dəvət edirik. Gündüz. Təbrik edirəm. Təbrik edirəm. Bu Üzeyir bəyin möhtəşəm üvertürası altında səni təbrik edirik və bu Mən Azərbaycanlıyam intellektual oyununun qalibi Fəxri Fərman artıq sənindir. Buyur. Bu gözəl netbook artıq sənindir. Uğur arzulayıram. Açığın deyim ki, hər ikinizin halal haqqı idi. Hər ikiniz halal finala çıxdınız və hər ikinizin haqqı idi qalib olmaq. Yəni, Məsud da qalib ola bilərdi. Sən daha görkür, müasir dövrdə də sənətimizlə, mədəniyyətimizlə maraqlanırsan və belə də olmalıdır. Uğurlar arzulayıram. Ürək sözlərim var. Əgər varsa, buyur. Çox sağ olun. Mən də bu verilişin yaradıcı heyətinə özləri minnətdarlığımı bildirirəm ki, belə bir intellektual veriliş yaradıb ərsəyə gətiriblər və bizim kimi gənclər də özümüzü bu intellektual veriliş vasitəsilə sınaya bilirik. Qardaşım Məsuda da deyirəm ki, üzülməsin, o da çox gözəl oynadı, ancaq ola bilər yadına düşmədi. Yadına düşmədi, amma çox parlaq oynadı. Çox gözəl oyunu nümayiş etdirdi, o bizim üçün qalibdir artıq. Və sənə də uğurlar arzulayırıq, beləcə ardıcıl, həmişə bütün işlərində qoy uğur səni izləsin və alqışlarla yola salırıq qalibimizi. Gündüz, alqışlarla yola salırıq. Təbrik edirik. Təbrik edir və bir də deyirik, doğrudan bura çıxan oynayan hər bir oyuncumuz, hər biriniz qalibsiz, öz Azərbaycana, torpağımıza, vətənimizə məhəbbətinizlə qalibsiz və ən azı öz məhəbbətinizi göstərmək istəyirsiniz. Bu artıq qalibiyyətdir və uğurlar arzulayırıq. Var olsun Azərbaycan gəncliyi. Sağ olun. Mən fəxr edirəm ki